Salam əziz həvəskarlar, əziz metal dedektörü həvəskarları. Sizə yeni modelimizi təqdim etmək istəyirəm. Həm ionikdir, həm LRL-dir. Yəni uzaq məsafədən 150, 200, 300 metrdən hətta metalları tapmaq üçün istifadə olunan bir cihazdır. Bu cihazın iki funksiyası var. Birinci funksiyası ionikdir. Yəni iyonlaşmış, torpaq altında iyonlaşmış metalların tapılması üçün. İyoniki istifadə etmək üçün ilk öncə anten açılmalıdır. Optik antendir. Ondan sonra açar sol tərəfə çəkilməlidir. Ondan sonra sol tərəfə çəkiləndən sonra ayar verilir. Bu ledlərlə işləyir. Ledlərlə göstərir ki, həmin məsafədə metal var, yox. Sadəcə nə etmək lazımdır? Bu ledi sönüm-sönməyim şəklində. Yəni söndürdün, azca çox həssas vəziyyətdə. Led söndü, belə deyək. Bax, led söndü. Artıq işləməyə başlayırsan. Bu şəkildə. Led sönəndən sonra başlayırsan əraziyə bu şəkildə axtarmağa. Hal-hazırda o ərazidə bizə nəsə göstərir bu. Bir dəqiqə tam ayar verim. O ərazini tutmaq üçün. Tam ayar verim. Bu şəkildə. Başlayırsan əraziyə tutmağa. Görürsünüz, bax, o ərazidə artıq, bax, işığımızda yanma var. Ərazidən çıxdıq, söndü. Bax, gəldik, əraziyə yandı. Ərazidən çıxdıq, söndü. Yəni, gəldik, yandı. Bax, bu istiqamətdə, yuxarı qaldırdın, söndü, bax, tam yuxarı. Bax, bu istiqamətdə bizə göstərir ki, nəsə var orada. Nəsə var. Biz onu indi o bir videolarımızda baxacağıq. Hal-hazırda cihazı tanıtım edirik. Keçirik ikinci LRL versiyasına. LRL versiyasına keçəndə sadəcə anteni yığıb, bu şəkildə. Anteni yığıb, sadəcə sağa doğru çəkmək lazımdır. Sağa doğru çəkdikdə açarı bizi belə bir ekran qarşılayır. Belə bir ekran qarşılayır. Bu ekranda burada altın yazılıb, gümüş yazılıb, bronz yazılıb, almaz yazılıb, boşluq yazılıb, su yazılıb. Bunları idarə eləmək üçün bundan istifadə edirsən. Orta düymədən bu çox funksiyalı taktoy knopka deyilir. Bununla idarə edirsən. Məsəl üçün, qızıla gəldik. Qızıla gələndə basırıq bunu. Yaxınlaşdır. Bu şəkildə bizə göstərir. Məsəl üçün, hal-hazırda 5,3-dür. Biz ümid edirik ki, orada tarixinə görə 583 var. 583 tutmaq üçün artıq biz burada nə edirik? Bunu aşağı salmaq mecburiyyətindəyik. 5,2. 5,2 kHz-nə ümid edirik ki, 5,8-dir. 5,2 kHz-nə axtarmağa başlayırıq. Və bu şəkildə tuturuq. Görürük ki, yerindən tərpənmir. Demək ki, bayaq ioniklə tutduğumuz şey qızıl deyil. Əlvan metaldır. Amma qızıl deyil. Hansısa bir əlvan metaldır. Fakt bu bizə göstərir ki, oradakı qızıl deyil. Bu şəkildə. Əgər biz onu bilmək üçün bunu 2 saniyə basıb saxlayıb, oradan çıxırıq, keçirik. Məsəl üçün, oradakı nə ola bilər? Bəlkə gümüşdür, belə deyək. Gümüşə vurduq. Və gümüşün arama modu açıldı. Həmin əraziyə tuturuq. Görürük ki, yenə getmir ora. Yenə getmir. Aparat susur, dayanır. Bu şəkildə susur, dayanır aparat. Biz bunu qoyuruq bronza.
Bunu basıb saxlayıb 2 saniyə. Çıxırıq buradan. Qoyuruq bronza. Bir daha vururuq ora. Bir daha yoxluyuruq. Bir daha yoxluyuruq. Görürük ki yenə tərpənmədi. O ki, orada bronz da yoxdur. O ərazidə az bir miqdar sola çəkdi. Amma o ərazidə bronz da yoxdur. Olmuş olsaydı sürətlə, yoğunlaşmış bronz olsaydı sürətlə dönərdi ora. Bu şəkildə. Demək, seçimlər bu şəkildə olur. Basıb çıxmaq üçün bu şəkildə 2 saniyə basırsan, menüdən çıxırsan. Gəlirsən ana menüyə. Ana menüdən istədiyini seçirsən. Gəlirsən, məsələn, su qoyaq. Su. Su qoydu, 9.5 kHz. Su qoyan kimi bu şəkildə suya doğru hətta dönmək istəyir. Bax, gəldim suyun üstünə. Belə deyil. Avtomatik olaraq başlayır dönməyə. Suyu üstündə. Mən heç belə mikro tərpəniş belə eləmirəm. Aparat özü dönür. Yəni bunu test eləmək istəyənlər də gəlib öz gözlərinə görə bilər. Mən buna, yəni əlimi lap yaxından çək, qoy görsünlər ki, mən bunu döndərmir. Aparat özü dönür. Bax, suyun üstündə. Yəni fakt sübut budur ki, yəni aparat dəqiq şəkildə işləyir. Sadəcə bunu işlətməyi, bir də torpağın altında istədiyiniz, axtardığınız bir malın, məhsulun olması vacibdir ki, bu aparat onu dəqiq göstərsin. Əgər yoxdursa, özünüzü yormayın. Bugünlük bu qədər, çox sağ olun.